Bugün Səlyan rayonunda Anakür Ədəbi Məclisinin növbəti tədbiri keçirildi. Çox diqqətlə şeirlərinizi dinləyirdim. Mən şeirləri çox sevirəm. Həqiqətən də hər bir insanın şeiri onun ruhu deməkdir. Yəni o sizin ruhunuzun gözəlliyidir ki, bu gözəl şeirləri yaradırsınız. Şairləri var olun. Yenə də deyirəm, Mərkəzi Kitabxanada hər zaman belə tədbirlərin olması təqdirə layiqdir. Yaradıcılığınızda uğurlar arzu edirəm. Yeni il gəlir qarşıda. Yeni ilinizi təbrik edirəm. İnşallah 2026-cı ildə yaradıcılığınızda uğurlar arzu edirəm. Sadəcə müştəri gəlməzləri eşqə. Çünki özüdür müştəri bir nömrəli eşqə. Hər kim bu ziyafətdən uzaqdır ona yəqin, ya eşqəl uzatmır, ya da çatmır əli eşqə. Sevda yolu aşiqilərin ayrılsa da hərdən, mütləq o yolun bağlı qalır əvvəli eşqə. Heç şübhəsi yoxdur ki, əsl niyyətin ancaq dərk etməyən insan yanaşır şübhəli eşqə. Çəksəydi əgər qəlbi alov sarı məhəbbət, düşməzdi nə Zəhra, nə də Həzrət Əli eşqə. Eşqin sorağın aləmə çatdırsa da sadiq, əfsus özü həsrətdir bu zövnəşəli eşqə. Vicdanın xəcalətdən üzünə pərdə çəkmiş. Vicdanın xəcalətdən üzünə pərdə çəkmiş. Ki bir gün o pərdəni üzdən çəkən tapılar. Ümidlə silahlanan ürəyin dərd becərmiş. Əlində xəstə dərdi dilənir daş qapılar. Barmağım arasından xəlvətcə seyr edirəm. Görürəm qürurumun arxamca sürünməyin. Mənim üçün o axtarır, onun üçün mən gəzirəm. Görmürəm bir-birinə nə vaxtsa görünməyin. Solumda sağım yetim, sağımda solum yetim. Qalmışam sol yanımla sağ yanım arasında. Qolumda əlim yetim, əlimdə qolum yetim. Ağ günüm can tapşırır gözümün qarasında. Xəlil Rıza, rahat uyu məzarda. Hələ ölməmişik biz yaşayırıq. Asadlıq məhşəli göyə uzandır, düşmənin bağrına köz yaşayırıq. Döyüşçü ruhuyla, şəhid qanıyla, yazırıq tarixdə iz yaşayırıq. Biz yalnız Allah'tan yardım diləndik, təmiz əqidədə düz yaşayırıq. Olsa da altında qızıldan bir taxt, vətənini sevməyən bədbaxtdır, bədbaxt. Nadanlıq, yaltaqlıq, etmər yetvart. Veririk ruhuna, söz yaşayırıq. Hələ ölməmişik, biz yaşayırıq. İlahi eşqə dönübdür tamamı ömrümüzün. İlahi eşqə dönübdür tamamı ömrümüzün. Nə təxti oldu, nə tacı məqamı ömrümüzün. Çox olmadı, elə bir səcdəlik dua oxuduq. Ucaldı göylərə dək xeyli kamı ömrümüzün. Sədaqət üzrə məhəbbətdə ictihad etdik. Sədaqət üzrə məhəbbətdə ictihad etdik. Tanındı şər-i vəfa içrə namı ömrümüzün. İçində olmasa da mey, edər bizi sərməst. Təvazı bəzminə zinətdir camı ömrümüzün. Kitab-ı eşqidən öyrəndik iltifatı gülüm. Kitab-ı eşqidən öyrəndik iltifatı gülüm. Nəsihət ilə bəzənmiş kəlamı ömrümüzün. Nə ehtiyacımız oldu, yetirdi Tanrı bizə. Şükür ki, süfrədə çoxdur təamı ömrümüzün. Kəsər mələklər əzizim, bugün nigahımızı, çatar yer əhlinə hər gün səlamı ömrümüzün. Səninlə bəxtəvər olmaq, ümidə olsa nəsib, paxıllığın çəkər ey yar, hamı ömrümüzün. Paxıllığın çəkər ey yar, hamı ömrümüzün. Məhəbbətdən bu dünya uşaq olub ağlayar. Məhəbbətdən bu dünya boşa dağlar bağlayar. Bu məhəbbət yolundan necə günlər itirdik. Bu məhəbbət odundan necə günlər bitirdik. Qəlb-evinə halallıq libasını getirdik. Hər iki dünyamızı göydən yerə gətirdik. Dünya malı heç oldu açıq baxan gözündə. Bitdim özüm özündə, yanan bu eşq gözündə. O həqiqət eşidir. Həqiqət eşqidir ki, o hər bir insanın yanırsa o qiyamətin günündə ona cavab verməyə hazır olacaq. Və bu yolda hər birinizə uğurlar arzulayıram. Gənclərə məxsusən uğurlar arzulayıram. Onlar gənclər, sevin, sevilin və pak olun.
Sağ ol, sağ ol. Və bunu da nümayiş etdirin bütün bəşərə. Sağ ol, əzizim. Bilirsənmi əzizim, darıxmaq necə olur? Bir sükuta bürünmüş gecənin yarısında qulağına gələn səs alırsa səndən elə bil ki, ürəyin parçalayıb sinəni çıxacaq qəfəsindən. Bilirsənmi əzizim, darıxmaq necə olur? Bilirsənmi əzizim, darıxmaq necə olur? Bir şəkilə baxanda gözündən yaş süzülür. Alma yanaqlarında mirvari tək düzülür, qəlbinin ağrısıdır. Gözündə yaşa dönür, necə ki göy ah çəkir, buludlar yağış dökür. Bilirsən əzizim, darıxmaq necə olur? Halını izah etmir nə nəfəsin, nə sözün, varlığına susayır, küsür həyatdan küsür, qınıyır insan özün. Bilirsən əzizim, darıxmaq necə olur? Bilirsən əzizim, darıxmaq nə olduğun, gəlməyəcək birini gözləyəndə çəkdiyin səbəbsiz bir əzabdır. Sevirsən məhələdə, sualına özünün hər dediyin cavab. Rəhmət eləsin, mən də dünyadan da köçən anama ithaf eləmişəm bu şeiri. Anamın təndir adlı bir şeirdir. Çörəyi təndirə yatanda anam, əlimin üstünə gəlmə deyərdi. Əlini ayranda isladan anam, kütkədən xəmri şillələyərdi. Baxıb uşaqların bir-bir üzünə, xəmirdən kökəyə pay ayırardı. Usqal çəkərdi kündələrinə, üstünü çəngəllə naxışlayardı. Sonra yığılardı təndir başına, təmizlərdi çörəyin yanıqlarını, anamız bölərdi uşaqlarına, kütkədən çörəyin xırçanağını. Dünyanın xoşbəxti olardı o gün, çörəyin ətri biz büya-büya. Soyuq təndirimizə baxıram bugün, elə bil olmayıb bu həyat güya. Anam təndir nəziləyərdi, daşlardan yığardı qıraqlarına, tənha təndirimiz qərib səyibdi. Anamın əlindən sığarlarına, ruhları şad olsun o gözəl anadan. Yaylar yer şöhrəsinə, sən vətən olarsan, sən yurt olarsan, milyonlar hay verər tənha səsinə. Ərzi köhlən kimi minib çapmağın, zamanın özünü qorxuya salar. Üzü avazımış, yorğun adam tək, əlindən dünyanın rəngi saralar. Göylərdən də uca, hündür olarsan, dağlar boylanarlar əli qaşında. Bu dişli dünyadan minillər boyu, yumut çimərsən söz yağışında. Bir bax gözlərimə, bir bax aç örpə, gözlərim dünyana açılan qapı. Barışan olarsa fikirlərimlə, özünü həyatda yenidən tapır. Çox sağ ol. Gözəllik. Heç nəyə biganə olmayın dostlar. Qoymayın həyatda solsun gözəllik. İnsandan bir özgə gözəllik mi var? İnsan əzəmətdir, insan gözəllik. Həyatı tapmaca, taleyi gülünc, yaranan ölüncə heç olmayır dinc. Qəlbində məhəbbət, gözündə sevinç, düşünüb mərhəmət, duysun gözəllik. Nurlan deyil, gör uzağı, gör yanı, könlüm istər, elə gəlsin hər yanı. Xilas edəcəksə bütün dünyanı, bu dünyada oy var olsun gözəllik. Sağ olun, Gözəl Məclisinin üzvləri. Bütün tədbirlərimiz gözəl olub, bugünkü tədbirimiz daha effektli oldu, daha gözəl şeirlər səsləndirdi. Gənclərimizin çıxışı, onlara mən bizə də təşəkkürlər. Gələn ayaqlarınız var olsun. Mən fəxr edirəm ki, Anaköy Ədəbi Məclisi var və onu yaşadanlar var. Sizə eşq olsun, hamınıza salamlayıram və bizi dinləyən, bizim tədbirimizə gəlmək istəyənlər, hamımıza məlumat verim ki, hər ayın sonuncu həftəsinin 6-cı günü bizim görüş yerimizdir. Görüş yerimizi dəyişmirik. Görüş yerimiz Səylanın mərkəzləşmiş kitabxanasıdır. O kitabxanaya da bizim Səidə xanımımız rəhbər edir. Var olasınız əzizlərim, hamımıza yaradıcı uğurlar.